Salam. Məlumat analitik xidməti əlaqə saxlayır sistem, Guru Markets. Şirkət üçün ümumi məlumatlarla başlayaq. İstəsəniz videonu dayandıra bilərsiniz. Sizi sözü gedən korporasiyanın bütün parametrlərinə daha diqqətlə baxmağa dəvət edirik. Bu icmal 05 aprel 2025-ci il tarixinə olan cari məlumatdan istifadə etməklə yaradılmışdır. Bank Holding qiymətləndirmədə 93 şirkət iştirak edir və bu çox təmsil edicidir. Bu videonun nəticələrinə əsasən verilən qərarlara baxacağıq. Şirkət üçün nəticə belədir: 10 baldan -2. Alt kateqoriya üzrə orta xal 0 bal. Geniş baxsanız, bütün birjada məcmu olaraq. Qeyd edək ki, ümumilikdə bütün fond bazarı üzrə orta xal 1,9 bal təşkil edir. %6,5% alt kateqoriyasında qiymət dinamikasına qarşı. Bu, açıq-aydın heç nəyə işarə etmir, lakin biz bu faktı nəzərə almalıyıq. $2,508 milyard alt kateqoriya kapitallaşması ilə. Şirkətin balans kapitallaşması $324,49 milyard təşkil edir. Alt kateqoriyanın kapitallaşması isə $2143 milyard. Bazar və balans kapitallaşmasının işğal olunmuş səhmlərini müqayisə etdikdən sonra aşağıdakıları görə bilərik. Balansın kapitallaşması 15,143% təşkil edir. Birja kapitallaşmasının payından 35% azdır. Alt kateqoriyada şirkətin bazar payının və balans kapitallaşmasının qiymətləndirilməsi, PIS, -1 bal. Təhlil edilən şirkətin borcları $739,754 milyard təşkil edir. Balansın kapitallaşdırılması üzrə borc öhdəlikləri şirkətin kapitalının 228%-ni təşkil edir. Şirkətin borc öhdəlikləri üzrə nəticə, çox pis, -2 bal. Şirkətin bazar qiymətinin mənfəətə nisbəti 10,3-dür. Alt kateqoriya üzrə orta göstərici ilə 9,6, bu alt kateqoriyadan 7% yüksəkdir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə səhm qiymətinin mənfəət göstəricilərinə görə qiymətləndirilməsi, dözümlü 0 bal. Son 12 ayda mənfəət $56,860 milyon təşkil edib. Gələcək 12 ay üçün gələcək mənfəətin $55,626 milyon olacağı gözlənilir. Bu, indiki vaxtdan 2,2% azdır. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə proqnozlaşdırılan gələcək mənfəət göstəricilərinin qiymətləndirilməsi, dözümlü 0 bal. Şirkətin dəyərinin gəlirə nisbəti 2,1 idir. 1,3 alt kateqoriya üzrə orta göstərici alt kateqoriya üzrə orta göstəricidən 62% yüksəkdir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bazar dəyərinin göstəricilərinin onun gəlirinə qiymətləndirilməsi, dözümlü, -0,5 bal. Son 12 ayda gəlir $282,670 milyon olub. Gələcək 12 ay üçün proqnozlaşdırılan gəlirin ilkin olaraq $276,500 milyon olacağı gözlənilir.
Bu, indikindən 2% azdır. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə proqnozlaşdırılan gələcək gəlir göstəricisinin qiymətləndirilməsi, dözümlü 0 bal. Satış marjası 20,1%, alt kateqoriyada isə orta hesabla 13,1% təşkil edir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 7%dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə satış gəlirliliyinin qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Alt kateqoriyada işçilərin sayına görə şirkətin payı 12,409% təşkil edir. Bu, bazar kapitallaşma payından 89% azdır. Təşkilatın hər bir işçisi üçün kapitalın məbləği $1853.000-dır. Və alt kateqoriya üçün $981.000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasındakı fərq 88,9% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən kapitalın miqdarının qiymətləndirilməsi, dözümlü 0 bal. Şirkətin bir işçiyə düşən mənfəəti $179,300.000-dır. Alt kateqoriya üzrə orta qiymət $102.000-dır. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 76% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə fərdi işçiyə düşən mənfəətin qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Şirkətin bir işçisinə düşən satış payı $891.000-dır. Alt kateqoriyada $777.000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 15%dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin hər bir işçisinə düşən gəlirin qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Qısa müddətli səhmlər 0,9%, alt kateqoriya üzrə orta hesabla 0,9%dir. Bu mümkün qısa sıxılmanın göstəricisidir. Alt kateqoriyada isə bu səviyyə təxminən 28% təşkil edir. Şirkətin səhmlərinin faktiki qiymətləndirilməsi təxminən $210. Şirkətin səhm qiyməti üçün konsensus təxmini təxminən $269. Faktiki qiymətləndirmə və konsensus proqnozunun dinamikası təxminən 28%dir. Mövcud olan sifariş cədvəlinə gedək, ona keçid bağlanmış şərhdədir. Sifariş cədvəlində yardım sistemi tərəfindən müəyyən bir mövsümdə qəbul edilən bütün qərarlar var. Markets. Sifariş cədvəlinə giriş pulsuz və pulsuzdur. Link bağlanmış şərhdə. Səhmlərin qiymətləndirilməsi üçün istinad sistemi Markets aşağıdakı qərar qəbul edildi. Sövdələşməni açmayın, çünki cari video icmaldır. Bu videoya baxdığınız və informasiya sistemindən istifadə etdiyiniz üçün ictimaiyyətə təşəkkür edirik. Markets. Siz bütün dünyanın ən gözəl tamaşaçısınız.